Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rabbi sallallahu Muhammed və əl Muhammed. Qardaşlar, 6236 rəqəmi, bax bu rəqəmlər Bismillahirrahmanirrahim ayəsinin rəqəmsal dəyəridir. Amma 1500 ilə yaxındır ki, məndən başqa bunu heç kəs görməyib. Yəni, heç bir kitabda bunu görə bilmərsiniz. Bəs necə ola bilər ki, Bismillahirrahmanirrahimi buradakı hərfləri rəqəmə çevirəndə 6236 yaransın, amma bunu heç kəs görməsin. Axı, əbcəd rəqəm sistemi ilə baxanlar, hətta Quran-ı Kərim gəlməmişdən öncə də, gələndən sonra da Quran-ı Kərimə bu cür baxıblar. Bəs necə görməyiblər? Gəlin, baxaq, görək, biz buna necə baxsaq bu rəqəmi görərik. Deməli, qardaşlar, əvvəla onu bilməliyik ki, Bismillahirrahmanirrahimdə bə hərfi cərdir, yəni şəkilçidir, lalə ilə şəkilçisidir. Bismi, yəni ismi ilə, adı ilə, lalə şəkilçisidir. Bismillahirrahmanirrahimdə əsas 4 kəlmədir. İsim, əlif, sin, mim olan isim, Allah, Ər-Rahman və Ər-Rahim, 4 isim. İlk gələn bə hərfini buradan silmişəm, görürsünüz, yerinə əlif qoymuşam ki, isim kəlməsi, çünki əsasdır. Bə hərfi bura gəldiyinə görə əlif hərfi buradan silinər. Bismillahirrahmanirrahimdə siz əlif hərfini görmərsiniz bədən sonra. Niyə? Çünki bə gəldiyinə görə əlif silinir. Amma əslində isim kəlməsinin kökü nədən ibarətdir? Əlifdən, sindən və mimdən ibarətdir. Elə isə gəlin bunlara kəlmə-kəlmə baxaq və bə hərfini çıxardaq. Çünki bə hərfi hərfi cərdir, bir kəlmə deyil, əsas bir şey deyil. Elə isə biz buna bu cür baxanda, biz Bismillahirrahmanirrahim cümləsində əlif, sin və mimi görərik, isim, bu da belə yazılar, ismu, tabi ismi yox, ismu, çünki bə hərfi artıq yoxdur. Sonra Əllahi yox, Əllahu, çünki kəlmə-kəlmə yazarıq. Ər-Rəhmənu, Ər-Rahimu, kəlmə-kəlmə yazılanda artıq Ər-Rahimi yox, Ər-Rahimu olur. Çünki bə hərfi bunları kəsriyə çevirirdi. Deməli, 4 kəlmə var. Bismillahirrahmanirrahimdə ismi, Allahu, Ər-Rəhmənu və Ər-Rahimu kəlmələri. Bunları gəlin, elə isə burada işlənən hərflərə baxaq. Burada neçə hərf işlənir? Əlif, sin, mim, ləm, hə, ra, ha, nun və yə hərfləri. Bura yazmışam. Sin, mim, əlif, ləm, hə, ra, ha, nun və yə hərfləri. Yəni, burada yalnız və yalnız 9 hərf iştirak edir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Əgər bə hərfini biz Bismillahirrahmanirrahimdən qırağa çıxardarıqsa, nə üçün çıxardırıq? Deyirik ki, sən hərfi cərsən, sən şəkilçisən. Biz kəlməni yazıb kəlmədələ hesablayacaq. Elə isə Bismillahirrahmanirrahimdə bə hərfi çıxanda Bismillahirrahmanirrahim 10 hərfdən ibarət yazılmışdırsa, yəni Bismillahirrahmanirrahimə baxsaz 19 hərf görəcəksiniz. Amma orada əsas 10 hərf iştirak edir. 10 hərfdən də birini çıxardırıq bəyəni, deməli əsas neçədən hərf iştirak edir Bismillahirrahmanirrahimdə? 9 hərf. Sin, mim, əlif, ləm, hə, ra, ha, nun və yə hərfləri. Bu 9 hərfin orada burada gəlməsi ilə Bismillahirrahmanirrahim yaranır. Bə hərfini ora qatsaydıq 10 hərf deyəcəkdik. Amma bəni çıxartdıq, səbəbi də sizə izah elədim. Elə isə gəlin, baxaq, görək,
sin hərfinin mim, əlif və ləm və bu biri hərflərinin rəqəmsal dəyəri, əbcəddə rəqəmsal dəyəri nədir? Sin hərfinin əbcəddə rəqəmsal dəyəri 60-dır. 60-a ərəblərə desən ki, 60-ı yaz, amma rəqəmlə yox, kəlmə olaraq yaz. Belə yazacaq. Sittun. Sittun nə deməkdir? 60 deməkdir. Sittun kəlməsin də biz oxunan hərfləri oxusaq, sin 60-dır, tə 400-dür əbcəddə, nun 50-dir. Vavı oxumadım çünki oxunmur. Neçə elədir? 510. Mim hərfi Bismillahirrahmanirrahimdə işlənən hərflərdən biridir. Mim hərfinin rəqəmsal dəyəri əbcəddə 40 deməkdir. 40 deməkdir rəqəmsal dəyəri. Və 40 ərəbcən necə yazılar? Kəlmə olaraq yazılsa. Ərbəun, ərbəun. Ərbəun kəlməsində əlf 1-dir, ra 200-dür, bə 2-dir, ayn 70-dir, nun 50-dir. Vav isə oxunmur, biz də oxumadıq. Rəqəmsal dəyərin cəmi neçədir? 323. Əlf hərfi. Əlf hərfi vahid olaraq rəqəmsal dəyəri vahiddir. Vahid yəni 1. Amma baxmayaraq ki, vahid deyərlər ərəblər 1-ə. Amma əhəd də deyərlər. Yəni ərəblər həm Quran-ı Kərimdə, həm də ərəb danışığında, ərəb ədəbiyyatında hər bir şeyində vahid 1 deməkdir. Onun qarşılığı da var. Əhəd. Əhəd də 1 deməkdir. Biz əhədi seçəriksə, əlif 1-dir, ha 8-dir, dəl 4-dür. Elədi 13. Əlif hərfinin rəqəmsal dəyəri əbcəddə 1-dir. O da əhəd və ya vahid olaraq yazılır. Fikir verin, elədi. Bunu da əbcədlə oxuyanda əhəd kəlməsinin 13. Ləm hərfi Bismillahirrahmanirrahimdə işlənib. Ləm hərfi işlənib. Rəqəmsal dəyəri 30-dur. 30 ərəbcən bu cür yazılar. Fələthun. Fələthun. Fələthun kəlməsi 1080-dir əbcəd dəyəri. Niyə? Çünki fə 500-dür, ləm 30-dur, əlif oxunmur, mən də oxumadım. Bu biri fə, o da 500-dür, vav oxunmur, mən də oxumadım. Nun hərfi 50-dir. Elədi 1080. Xamsətun. Xamsətun və yaxud da xamsə ərəblərdə 5 deməkdir. Xamsətun kəlməsi bu cür yazılar. Xa hərfi 600-dür, mim 40-dır, sin 60-dır. Təmərbutə keçdiyinə görə, xamsətun deyib keçdiyinə görə 400-dür. 400-ü də bunların üstünə gələndə 1100. Deməli, xamsətunun rəqəmsal dəyəri 1100-dür. Halbuki əbcəddə hə hərfinin rəqəmsal dəyəri 5 idi. Amma adın yazanda artıq rəqəm böyüdür. Ra hərfi Bismillahirrahmanirrahimdə keçən hərflərdən biridir. Ra hərfi rəqəmsal dəyəri 200-dür. Həmən bax bu 200 ərəbcən bu cür yazılar. Miətəni və ya miətən. Miətən kəlməsi 200 deməkdir. Mim hərfi 40-dır. Həmzə oxunmur, hərf deyil, oxumadım mən də. Mim 40-dır, tə 400-dür, nun 50-dir. Neçə elədir? 490. Ha hərfi Bismillahirrahmanirrahimdə 2 dəfə keçir. Mən bir dəfə yazdım, çünki biri bəs edir, bir dənə götürürəm. Və rəqəmsal dəyəri, hanın rəqəmsal dəyəri nədir? 8-dir. 8 ərəbcən bu cür yazılar. Səməniyyətun və yaxud da səməniyə ya da səməniyyətun. Səməniyyətun mindir. Niyə min olur? Çünki sə hərfi 500-dür, mim 40-dır, əlif oxunmadı, mən də oxumadım.
Nun hərfi 50-dir, yə hərfi 10-dur, təmərbutə isə 400-dür. Elədi 1000. Nun hərfi 50-dir rəqəmsal dəyəri. Amma 50-ni ərəb necə yazar? Bu cür yazar. Xamsun. Xamsun 50 deməkdir. Və rəqəmsal dəyəri X hərfi 600, mim 40, sin 60, vav hərfi oxunmadı, mən də oxumadım. Nun hərfi 50. Elədi 750. Yə hərfi Bismillahirrahmanirrahimdə keçən hərfdir. Mimdən əvvəlki hərf, yə hərfi oxunmasa da yazılır bura. Və elə isə yə hərfi rəqəmsal dəyərinə baxaq. Rəqəmsal dəyəri 10-dur, 10 isə bu cür yazılar. Əşəratun ya da əşərah. Əşəratun kəlməsində əyn 70-dir, şin 300-dür, ra 200-dür, təmərbutə 400-dür. Elədi 970. Təmərbutə hərf olmasa da oxunan bir işarədir. Bəli, deməli bunları bu cür hesablayanda, bunları da cəmini hesablayanda 6236 edir. Bu da nə deməkdir? Bu o deməkdir ki, Bismillahirrahmanirrahimdə bəni götürürük qırağa qoyuruq. Çünki bə kəlmənin özündən deyil, isim, Allah, Rəhman və Rahim kəlmənin özündəndir. 4 kəlmə var burada. Bunları bu cür, bu fəlsəfə ilə baxanda 6236 görsənir. Bu da o deməkdir ki, Quran-ı Kərim ilə Bismillahirrahmanirrahim ayəsi gələndə artıq orada gizlənmişdir ki, bu kitab yalnız 6236 ayə olacaq. Sadəcə olaraq onu baxmaq lazımdır, görmək lazımdır. Bir də qardaşlar, indi gəlin baxaq. Yenə həmən rəqəmlərdə yazmışam, yenə həmən şeylərdir. Amma burada B hərfini artıq yazmışam. Yəni, bayaq sizə göstərdiyimdən bundan fərqli olaraq, burada B hərfini əlavə eləmişəm. B hərfinin rəqəmsal dəyəri 2-dir. 2 bu cür yazılar. Əlif, sə, nun, əlif və nunla. Əlif hərfi burada oxunmaz, burada isə oxunar. Əlif 1-dir, sə 500-dür, nun 50-dir, nun 50-dir. Elədi 601. B hərfinin deməli rəqəmsal dəyəri 2-dir, amma adı yazılanda isnənu olaraq yazılır. İsnənu isə 2 deməkdir ərəb dilində və bunları oxunan hərfləri oxuyanda 601 edir. 601 nə deməkdir? Həzrət Əlinin anadan olma ili. Miladi təqvimi ilə Həzrət Əlinin anadan olma ili 601. Və ərəb leksikonunda nə deyirdi? B hərfinin altındakı nöqtə mənəm. Fikir verin. Bismillahirrahmanirrahimdəki B-nin altındakı nöqtə mənəm. Fikir verin, yenə 601 Həzrət Əlinin işarəsi çıxdı. İndi 601-i bu həmən bayaq dediyim rəqəmə daxil edəndə 6236-dan yuxarı olacaq, düzdürmü? Bir də siz belə bir şey deyə bilərsiniz ki, niyə əhəd dedin? Vahid olaraq yazaydın. Bax, mən burada sizə nə cür demişdim? Demişdim ki, əhəd kəlməsini demişdim, rəqəmsal dəyər 13 olmuşdu. İndi əhəd kimi yox, deyəsiniz ki, ərəb hərflərini bilənlər deyəcəklər ki, əhəddən çox ərəb vahid deyər. Niyə vahid olaraq yazmadın? Vahid olaraq yazsaq, vav hərfinin rəqəmsal dəyəri 6-dır. 13-ün üstünə 6 gələndə neçə eləyir? 19 eləyir. Amma mən bunu 18 yazdım. Niyə? Çünki vahid kəlməsində vav 6-dır, artıq əlif oxunmur, əhəddə əlif oxunardı. Vav 6-dır, ha 8-dir, dəl 4-dür. Elədi 18. Və deməli buna bayaq 13 demişdik, indi 18 deyirik. Və B hərfində bayaq oxumamışdıq, indi oxuyuruq. Rəqəmsal dəyər neçə eləyir? 6842. 6842-dən 6236 çıxanda Quran-ı Kərim ayələrini sayın və 570 də çıxanda Həzrəti Peyğəmbər anadan olma eləyin və yerdə qalır bərabərdə 36. 36 isə Allah kəlməsinin əbcəd dəyəridir.
Əlf 1-dir, fikir verin. Ləm 30-dur, hə 5-dir, elə də 36. Deyirsiniz ki, bəs bu oxunmayan əlf, ləm hərfi var, ha, oxunmayan ləm hərfi. Bunu da oxuyardın, deyillərdi 66. 66 Allah kəlməsinin əbcəd rəqəm sistemində dəyəridir. Amma əgər desəz ki, Allah kəlməsini yazıncaq oxunan hərfləri hesablanır, 66 olmur, 36 olur. Deməli, burada gizli şəkildə yazılıb ki, Allah kəlməsinin əbcəd dəyəri olan 36. Əgər oxunan hərfləri oxusaq, 36. 570 dənədən olan Peyğəmbərə 6236 ayə verib Allah. 6236 rəqəmi nə deməkdir? Quran. 570 nə deməkdir? Peyğəmbər. Peyğəmbər artıq anadan oldu. 36 nə deməkdir? Allah. Fikir verin, Allah Peyğəmbərə Quranı göndərdi. 36, yəni Allah, Allahın rəqəmsal adı. 570 Peyğəmbərə rəqəmsal adı. 6336 Quran-ı Kərim rəqəmsal adı. Allah Peyğəmbərə Quranı göndərdi. Bismillahirrahmanirrahimin rəqəmsal dəyəri. Və bu, deməli, bəyəni daxil edəndə başqa bir nəticə çıxır. Çıxardanda başqa bir. Bu da onu göstərir ki, həqiqətən Quran-ı Kərim rəqəmsal dəyərlə bizə çox şeyləri aydınlaşdırır, çox şeyləri öyrədir.